Şəkidə polis şöbəsinin əməkdaşları qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 64 yaşlı Nizami Seyidovu saxlayıb. Həmin şəxsdən bir ədəd Kalaşnikov avtomatı, daraq və 51 ədəd patron, eləcə də aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə kolları aşkarlanıb. Davam etdirilən tədbirlərlə Nizami Seyidovun həmin silahı tanışı Vahid Həşimov və Pərviz Cabbarovdan əldə etdiyi müəyyən edilib. Onlar da saxlanılaraq istintaqa təqdim ediliblər. Vahid Həşimovdan əlavə olaraq torpağa bastıraraq saxladığı 1960 ədəd patron, ov tüfəngi və çətənə kolları aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mən avtomatı bir müddət qabağa oğlu tanışım Vahiddən 1000 manat almışdım. Kimsə əlinə çəkməsin deyə evdə gizlətmişdim. Pula ehtiyacım olduğu üçün 1500 manata satmaq istəyirdim, satanda polislər tərəfindən saxlanıldım. Çətənə kollarını 2 ay qabaq dipçək dəymişdim, qulluq edirdim öz istifadəm üçün. Silahı Pərdizdən almışım 500 manata. Sonra onu satmaq istədim tanışım Nizamiyə. Getdim, bastırdığım yerdən qazdım, çıxartdım, gətirdim, 1000 manata satdım Nizamiyə. Silahla əlavə 2000 patron, bir ov tüfəngi sənədsiz. Ov tüfəngi 26 patronunu da bastırmışdım ki, heç kəsin əlinə keçməsin. Həmən o həyətdə də çətənə kolları var idi, 15 ədəd. Onlar da polislər tərəfindən aşkarlandı. Mən Vahidlə söhbət eləyəndə ona təklif elədim ki, belə bir silah var. O da dedi ki, olsa istəyərim. Mən də onu 500 manat müqabilində ona satdım.